Döyüş yolum Talış kənddən başladı. Goranboyun Tapqaraqoyunlu kəndindən Talış kəndə daxil oldu. Talış kənddən su qovşağının azad olunmasına kimi olan döyüş əməliyyatlarında iştirak etmişəm. 72 saatlıq atəşkəs olmuşdur. Düşmən atəşkəsə riayət eləmədi. Bizim olan mövqeyimizi mühasirəyə aldılar. Oktyabrın 11-i mühasirədən çıxanda yaralandım orada, ağır yaralandım. Sağ olsun döyüş yoldaşlarım çıxartdılar. Mən evə gəlib buraxılmışdım da, məzuniyyət verilmişdilər. Mənə 40 gün məzuniyyət verilmişdi. O noyabrın 9-u döyüş yoldaşlarım yığdı məni. Bir anlıq halallıq kimi danışdılar olar ki, yəni həqiqətən olur ki, döyüşə gedirdilər. Bir də gördüm saat 1 idi, neçə idi, 2 idi, zəng gəldi. Bilir ki, yatmıram dost. Abi qara, müharibə qutardı. Necə yəni müharibə qutardı? Deyir, erməni təslim oldu. Bir dənə çevirdim xəbərlə baxan, gördüm cənab prezident çıxış eləyir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Cəsur döyüşçü medali ilə tərtib olunmuşam. O su qovşağının azad olunması medali ilə tərtib olunmuşam. Bir də Vətən müharibəsi iştirakçı medali ilə tərtib olunmuşam. Müharibə əllərimizə, şəhid əllərimizə doğrudan da xüsusi diqqət göstərilir. Həm prezident təqaüdümü, həm də pensiyamı alıram vaxtı-vaxtında.